hər vaxtınız xeyir olsun əziz Atbu TV izləyiciləri. Tapqazanın yeni buraxılışında hər birinizi xoş gördük. Bugün biz sizləri Gənclik Korpusundan salamlayırıq. Baxaq görək bugün tələbələrimiz bizim suallarımızı nə qədər cavablandıracaq və bizlərdən nə qədər hədiyyə qazanacaqlar. Salam, hər vaxtınız xeyir. Salam, hər vaxtınız xeyir olsun. Sizə müəyyən suallarımız olacaq. Əgər doğru cavablandırsa, siz hədiyyələr qazanacaqsınız. İlk sualımızla başlayaq. Məşhur Don Kixot əsəri sizcə kim tərəfindən yazılmışdır? Don Kixot məlumatım yoxdur bax. Don Kixot əsəri Cervantes tərəfindən səhv eləmirəmsə. Bəli, doğru cavabdır. Cervantes olmalıdır. Bəli, tamamilə doğrudur. Don Kixot əsəri? Yox, bunu bilmirəm. Bilmirəm. Shakespeare. Xeyr, Shakespeare deyil, yanlış cavab. Cervantes. Bəli, doğrudur. Victor Hugo. Xeyr, biraz Düşünün. Düşünək. Növbəti suala keçid edək. Yunancadan fizis, təbiət, logos elm kimi tərcümə olunan biologiya elminin sahəsi hansıdır? Fizios, logos, fiziologiya olar yəqin ki. Bəli, doğru cavabdır. Fiziks. Yalan deyirəm. Dəqiq bilmirəm. Fiziologiya. Bəli, doğrudur. Yəni fizika olar? Xeyr, Yox, bilmirəm o zaman. Nörobiologiya. xeyr, biraz düşünün. Fizika. Fizis, təbiət, logos elm olaraq tərcümə edilir. Təbiət haqqında Biologiya elmin sahəsi. litos. Flora, fauna. Fiziologiya, biologiya müsahibəsi. Bəli, doğrudur. Biomexanika. Yunancadan fizis, təbiət, logos elm kimi tərcümə olunmuş və biologiya elminin sahəsidir. Bu hansı elm sahəsidir? Fizika olmalı, yoxsa biologiya. Üçüncü suala keçid edək. Dünyada hakim adına adlandırılmış yeganə stadion hansıdır? Hakim adına adlandırılmış. Gənclikdə Tofiq Bəhramov. Bəli, tamamilə doğrudur. İki suala doğru cavab verdiyiniz üçün siz bizdən bloknot qazanmış olursunuz. Çox sağ olun, təşəkkür edirəm. Buyurun. Təşəkkürlər, çox sağ olun. Hakim adına stadion. Gənclikdə yaşayan Tofiq Bəhramov adına stadion. Bəli, tamamilə doğrudur. Siz bizdən iki suala doğru cavab verdiyiniz üçün bloknot qazanmış olursunuz. Buyurun. Çox sağ olun. Sağ olun. Tofiq Bəhramov qızıl mükafat da vermişlər ona. Tofiq Bəhramov olmalıdır səfər. Bəli, tamamilə doğrudur. Siz bizdən 3 suala doğru cavab verdiyiniz üçün stəkanlar mükafatlandırılırsınız. Təşəkkürlər. Bizdə olmalı idi bu səhv eləmirəmsə. Toğrul yoxsa yox. Düşünün biraz. Futbolla ilə çox maraqlanmıram ona görə. Oldu. Çox sağ olun. Sadəcə bizdən olduğunu bilirdim, amma belə bilmirəm də, yəni ətraflı olaraq. Sağ olun. Tofiq Bəhramov. Bəli, tamamilə doğrudur. Çox sağ olun. Tofiq Bəhramov stadionu. Bəli, doğrudur. Təşəkkürlər. Siz bizdən 3 suala doğru cavablandırdığınız üçün fincan olaraq hədiyyə qazanırsınız. Buyurun, sağ olun. Tofiq Bəhramov. Bəli, tamamilə doğrudur. Bir suala doğru cavab verdiyiniz üçün siz bizdən gələn mükafatlandırılırsınız. Təşəkkürlər. Sağ olun. Beləliklə, əziz izləyicilərimiz, bugünkü buraxılışımızı yekunlaşdırdıq. Növbəti buraxılışlarda görüşmək ümidi ilə hələlik.